Hepimiz deyir ki, siz ancaq bu kitabdan sorğu-sual olunacaqsınız. Bu kitabdan. Quranın heç bir ayəsində peyğəmbərə, yəni nəbiyə itaət eləməyin olmadığını bildirmiş. İtaətin ancaq Rəsula, yəni elçiyə olduğunu demiş. Quranda nəbiyə, yəni peyğəmbərə itaət yoxdur. Nəbini, yəni peyğəmbəri nümunə götürmək yoxdur. Nəbiyə, yəni peyğəmbərə mütləq ittiba, yəni tabeçilik yoxdur. Təsəvvürü yoxdur. Yəni Quran bəs eləyir də, yəni peyğəmbər niyə lazım idi ki, ümumiyyətlə? Peyğəmbər Quranı çatdırdı. Çatdırandan sonra peyğəmbər bu gün yoxdur. İndi bu gün peyğəmbər yoxdursa, biz peyğəmbərin sözləri deyə bildiyimiz əsrlərdən sonra yazılan kitablara mı tabe olmalıyıq, yoxsa heç bir zaman dəyişikliyə məruz qalmayan Qurana mı tabe olmalıyıq? Sualına müraciət eləmək istəyirəm. Quran-ı Kərim olaraq adlandırdığımız bu kitab həqiqətən Allahın sözüdür, yoxsa din adı altında belə bir kitabla aldadılmış? Bizə görə dəyişir. Elşad Miri kimi ziyalı oldu. Sonra sünnənin böyük bir məqamı vardı və o ikinci əsas və ikinci vəhidir. Allah Əzzə və Cəllə dedi, de, Allaha itaət edin və Rəsula itaət edin. Əgər üz döndərsəniz, bilin ki, onun üzərinə düşən yalnız ona həvalə edilən vəzifədir. Sizin üzərinizə düşən isə sizə həvalə edilən vəzifədir. Əgər ona itaət etsəniz, doğru yol taparsınız. Rəsulun vəzifəsi isə yalnız açıq-aşkar təbliğ etməkdir. Həmçinin Uca Allah demişdi, kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar. Və Allah dedi, onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir fitnədən, yaxud düçar olacaqları şiddətli bir əzabdan çəkinsinlər. Əzzə və Cəllə dedi, Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi də qadağan edirsə ondan çəkinin. Allahdan qorxun. Həqiqətən Allah şiddətli cəza verəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm Allahla bizim aramızda risaləti çatdırmaq, onu bəyan etmək, xeyrə dəlalət etmək və ona yönləndirmək baxımından vasitəçidir. Bizə vacibdir ki, ona tabe olaq və Peyğəmbər sallallahu aleyhi və səlləm dediklərini qəbul edək, onun yoluna uyğun hərəkət edək və onun izindən gedək. Çünki o, Allahın kitabını açıqlayan, ona yönləndirən və Allahın kitabından gizli qala biləcək şeyləri bizə öyrədən müəllimdir. Sonra kim sünnəni inkar edərsə, artıq Quranı inkar etmişdi. Və kim sünnəni inkar edərsə, Quranı da inkar etmişdi. Bu dövrdə ortaya çıxan bəzi sapqın fikirlər Qurana sünnəsiz şəkildə dəvət edirlər. Bu isə onların küfründən, azğınlığından, qəlblərinin pozulması və xəstə olması ilə bağlıdır. Məgər sünnə olmadan Quran düzgün şəkildə anlaşılması mümkündürmü? Quranı gətirən kimdirsə, sünnəni də gətirən odur. Quranın kifayət etdiyini və sünnəyə ehtiyac olmadığını demək, elm əhlinin icması ilə küfür, zəlalət və zındıqlıqdır. Bu məhz Quranı inkar etməkdir. Çünki Quran Peyğəmbərə tabe olmağı, onun gətirdiklərinə boyun əyməyi və ona sallallahu aleyhi və səlləm itaət etməyi əmr edir. Sünnəni inkar edən Quranı inkar etmişdi. Uca Allah buyurur, de, əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Peyğəmbərə onun sünnəsi olmadan necə tabe olmaq mümkündür? Bu zəlalət və dərin bir azğınlıqdır. Bu açıq-aşkar zındıqlıqdır və aşkar küfürdür. Allahdan salamatlıq və afiyət diləyirik.